Salam değerli izleyicilerim, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün sizinlə çox dadlı, asan, ləzzətli, ən əsası hər birimizin tez zamanda hazırlaya biləcəyi kiçik vermişillərlə bir növ plov hazırlayıram. İlk öncə 300 qram toyuğun sinətini kub-kub doğradım. 400 qram kiçik vermişilləri yağsız tavada tez-tez qarışdıraraq qovururuq. Nəzarətsiz qoymaq olmaz. Vermişil qovrulub hazır olana qədər bir ədəd böyük boy soğanı xırda-xırda doğrayırıq. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə də qeyd etdim. Doğradığım soğanları çərək yağında bir qədər qovurduqdan sonra üzərinə doğradığım toyuğun sinətini əlavə edirəm. Zövqə görə qara istiyot, duz əlavə etdikdən sonra yaxşıca qarışdırıb ikisinin birlikdə qovrulmasını gözləyirik. Toyuq əti, soğan yetər qədər qovrulduqdan sonra üzərinə bir ədəd pomidorun qabığını soyub doğradıqdan sonra əlavə etdim. Pomidor da yumşayana qədər birlikdə qovururuq. Vermişil də yetər qədər qovrulduqdan sonra ocaqdan alırıq. Vermişilləri qazana əlavə edirik. Qarışdırmadan üzərinə su əlavə edib, belə desək, suyun çəkməsini gözləyirik. Su əlavə edərkən diqqətli olun. Əgər çox əlavə edərsəniz, vermişillər bir-birinə yapışa bilər. Üzərini hafif su bağladısa, deməli su yetərlidir. Qazanın qapağını bağlayıb, cur odda suyun çəkməsini gözləyirik. Tez zamanda suyunu çəkir, nəzarətsiz qoymuruq. Suyunu çəkdikdən sonra bir dəfə yaxşı qarışdırırıq. Bu yeməyi hazırlamaq təxminən 30 dəqiqəmizi apardı. Çox dadlı, həm də asan hazırlanan bir yeməkdir. Qarışdırdıqdan sonra qazanın qapağını bağlayırıq, orta odda dəm almasını gözləyirik. Dəm alan müddətdə 1-2 dəfə daha qarışdıra bilərsiniz. Budur, artıq yeməyimiz hazırdır, servis edə bilərik. Əgər hər kəsin sevə biləcəyi, həm də tez zamanda hazırlaya biləcəyiniz yemək axtarırsınızsa, siz də könül rahatlığı ilə kiçik vermişil və toyuğun sinətindən istifadə edərək bu ləzzəti hazırlaya bilərsiniz. Həqiqətən ləzzətli, gördüyünüz kimi vermişillər də dəndən alındı. Bugünlük bu qədər. Kanala abunə olmağı unutmayın.